Salam, hər vaxtınız xeyir olsun. Azərbaycan Respublikasının Könüllü İctimai Nəzarətçisi Ucar Təşkilatından Abdullayeva Şəbnəm 14 iyul 2026-cı il tarixində axşam saat 21:53 radələrində Ucar rayonun Kömürlük deyilən ərazisində belə bir yanğınla rastlaşdım və dərhal Fövqəladə Hallar Nazirliyinin 101 çağrı mərkəzinə yığaraq yanğın söndürənləri çağırdım. Çox sağ olsunlar. Yanğın söndürən briqadası gəldi. Yerindəcə müdaxilə elədilər. Yanğını çox geniş bir miqyas almadan söndürdülər. Çox şükür olsun ki, heç bir necə deyim, pis bir hadisə baş vermədən bunun qarşısı alındı və mən istərdim ki, belə hallar baş verməsin. Zibil yandırmaq filan hamısı nəzarət altında olsa çox gözəl olar. Hörmətlə Ucar Təşkilatından Şəbnəm xanım.